Əziz tələbələr, bu gün sizin üçün maraqlı olan bir suala cavablandıracağam. Adətən məndən tələbələr çox soruşur ki, müəllim, kitab tam şəkildə imtahanı əhatə eləyirmi? Baxın əziz tələbələr, ilk öncə onu qeyd edim ki, mənim kitabımın, yəni dünya görüşü kitabımın satışı yoxdur. Hər hansısa bir mağazada və sair əldə etməyiniz mümkün deyil. Yalnız öz tələbələrimiz əldə edə bilər. Kənar heç bir halda, heç bir yerdə satışı yoxdur. Və kitab elə bir formatda uyğunlaşdırılıb ki, kitabın içində olan məlumatlar imtahanın müəyyən bir hissəsini, böyük əksər hissəsini təşkil eləyir. Bunun əlavə üzərinə mənim Telegram qrupumdakı testlər, orada paylaşdığım əlavə məlumatlar, əlavə dərsdə yazdırdığım qeydlərlə birlikdə 100% formatında imtahanı təşkil etməyə çalışırıq. Yəni hər şey kitabın üzərində fokuslanmamaq üçün, plus hər hansısa bir kitabı başqa formatda əldə olunarsa yayılmaması üçün hər biri kitabda verilmir. Dərs prosesində mən yazdırıram, indi dərsdə olan tələbələr bilir və yaxud da ki, Telegramda sırf tələbələrim üçün olan gizli qrupda orada paylaşılır məlumatlar və ümumilikdə biz imtahanı tam şəkildə əhatə edirik. Əlbəttə kitab imtahanı əhatə edir, amma hər şeyi kitabın daxilində vermirik. Telegramda, suallarda və yaxud da ki, əlavə qeydlərdə, həmçinin dərsdə danışdıqlarımızda yazdırıram. Bu da ki, ümumi proqramı əhatə etməyə kömək edir.